Adı qəribədir bu kəndin. Sım. Elə bu sözdə keçmişin ruhu duyulur. Bu kəndin adı sanki zamanın ucqar bir yerindədir. Onu hansı dərinlikdə axtarıb tapmalısan ki, tapıb yoza biləsən. Burada hər nə varsa sirli, sehirli keçmişin güzgüsündə əks olunur. Min illərdir yaşayır dəmirçilik sənəti. Heç vaxta qocalmır. İllahda ki, uzaq dağ kəndlərində. Eldə bir söz var. Dəmiri dəmirlə döyərlər. Usta Pərviz üçün bu sözün min bir hikməti var. Elə əlləri də dəmir kimidir. Adama elə gəlir ki, bu da onun peşəsinə olan sevgisindəndir. Həm də deyirlər ki, yaxşı ustanın həmişə ruzusu var. Salam Pərviz əmi, mənim atımın alı hazırdır. Aleyküm salam. Əlbəttə hazırlamışam. Sənin atın alı hazırlamazsan belə də şey olar.
Dəyirman sözündə çörəyin dadı, təndirin doyumsuz ətri var. El-oba ilə nəfəs alır dəyirman. Taxıl bol olanda üzü gülüb, il quraq gələndə damdaşına bir həzinlik çöküb. Dəyirmanla bağlı kənd kəsəkdə çox şirin əhvalatlar dolaşır və onların hamısında da sapsarı zəmilərin, kəhrava rəngli buğdanın işığı var. Elə bu su dəyirmanı da Sım kəndinin ən işıqlı, ən şirin xatirəsidir. Düz 3 əsrə şahidlik eləyib o. Tarix boyu çörəyə sonsuz bir ehtiram olub xalqımızda. Özündə çörəyin müqəddəsliyini ehtiva edən neçə-neçə atalar sözümüz var. Yolda çörək ağırlıq eləməz. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. İllər keçdikcə zaman bir çox adətlərimizdə dəyişikliklər edir. Lakin çörəyə olan hörmət yenə də öz ucalığında qalır. Yenə də təsadüfən çörək yerə düşəndə tez onu götürüb 3 dəfə də alnımıza toxundururuq. Qarmon, balaban, saz, tar, kamança kimi milli musiqi alətlərinin sırasına gec qoşulub. Ancaq burada özünə tez yer eləyib. Bugün bizim el şənliklərini qarmonsuz təsəvvür eləmək çətindir. Araz Xalıqovun qarmonla dostluğu kiçik yaşlarından başlayıb.
O indiyə kimi öz şirin ifaları ilə yüzlərlə cavana xeyir-dua verib. Arazın qarmonu əntiq əşyalar sırasında dayanır. 100-dən çox yaşı var. Naxışları fil sümüyündəndir. Daha bir qiymətli fakt. Arazın dilləndirdiyi qarmon məşhur qarmon ustası, el arasında kor Əhəd kimi tanınan Əhəd Əliyevin yadigarıdır. Ancaq bu yadigarın Astaraya necə gəlib çıxdığını Araz bizə demədi. Bu yerlər gül meşəli, üstü tərbən öfşəli, bir kişinin min oğlu, hamısı bir peşəli. Bahar ətri verən bu misralar arıların şəninə yazılıb. Rəsulun atası da arıçı olub, babası da. Özü də kiçik yaşlarından arıçılığa həvəs göstərib. Rəsul deyir ki, balda gül çiçəkdən daha çox halal zəhmətin şirinliyi var. Bu şirinliyin isə dünyada əvəzi yoxdur. Dediyinə görə onu bu peşəyə bağlayan da elə bu həqiqətdir. Ucalığın pak nəfəsini gətirir bu şəlalə. Dağların, zirvələrin, ötüb keçən buludların, qayaların yaxasında iz qoyan şimşəklərin hekayəti var onun səsində. Qədimdən belə bir inanc qalıb, suyun öz yaddaşı var. Gönül aşığı sen dolan yorulma, ey başına ayağına vətənim. Bu cennetten gayri yana vurulma, bu cennetten gayri yana vurulma. İsin üstün yocağına vətənim, İsin üstün yocağına vətənim.
ata yolu saklayır mı her oğul? Öz yurdunun kurbanıdır her oğul. O bir anam mən də yana bir oğul. Sığınmışam qucağına vətənin, sığınmışam qucağına vətənin. Keçmişin bir şirin yadigarı da Nehrədir. Kənd kəsəyin xeyir bərəkəti, ruzusu sanki onun adı ilə bağlıdır. Nehrə yağının tərifə ehtiyacı yoxdur. Amma bir tərif var ki, ondan vaz keçmək mümkün deyil. O da südü yağ eləyən insan zəhmətidir. Dünyanın ilk nəğməsidir ana laylası. Lay beşiyim lay lay, evim eşiyim lay lay, lay lay dedim yatasan, kızıl güle batasan, kızıl gül kölgesinde şirin yuhu tapasan. Lay lay beşiyim lay lay, evim eşiyim lay lay, lay lay lay. Bu elə bir nəğmədir ki, o heç vaxt unudulmur. Həmişə anaların dilindədir. Dünyada insan üçün ana qədər əziz və şirin kim ola bilər? Ana məhəbbəti ilə dolub daşır bu nəğmə. Elə ona görə də bu qədər şirindir. Dünyaya bir işıq yayılır qocaların təbəssümündən. Bu təbəssüm insanı nəvə gözündə həmişə cavan göstərir. Səmra nənə ilə Talib baba halal bir ömür yaşayıblar. Elə içdikləri ətirli çay kimi bir xoş ab-hava olub həmişə evlərində. Baş başa verən ay uca dağlar, eləmin haşa dağlar, mənim bu gözəl yarım buradan keçibdir. Xəbər verin ay gözəl dağlar. Nama çıxma dancıdır, köynəyi narıncıdır. Oğlan gözün dərdindən ilbəyi sarıncıdır. Dağlara yaz gəlib, düz dünya sevinir.
Təngərüd çayının sularına da hopub bu sevinç. Su aydınlıqdır, torpağın bərəkət müjdəsidir deyib ulularımız. Elə bu xoş müjdəni Ağkörpü kəndinə çatdırmağa tələsir Təngərüd çayı. Sım kəndi. Axarlı, baxarlı bir təbiəti var bu qədim yurt yerinin. Ancaq onun əsas gözəlliyi öz yurduna bütün varlığı ilə bağlı olan, halal zəhmətlə ömür sürən insanlarıdır. Və torpaqdan beş əllə yapışan, halallığa tapınan bu insanları görəndə əlbəttə Tanrının da üzü gülür. Ona görə də onlardan heç vaxt xeyir bərəkətini əsirgəmir.